Prezident, cənab ölkəmizin başçısı, cənab İlham Əliyevə bura müraciət edirəm. Cənab Prezidentimiz, sizin apardığınız siyasət bu gün xalqın göz qabağındadır. Dağlıq Qarabağa kasıbın balası gedir. Dağlıq Qarabağ uğrunda kasıbın balası ölür. Bu gün o milli məclisə yığılan o atxot deputatlar sizin də arxanıza zərbə vurur. Sizin atanız, ulu öndərimiz Heydər Əliyev belə bir cəmiyyətdə, belə bir xalq içində hörmət tutmamışdır. O xalqın hörmətini tutmuş bir ağsaqqal olmuşdur. Ancaq təəssüflər olsun ki, milli məclisə oturan, əxlaqını tanımayan, ölkəyə zərbə, atxod, millətə atxod gözündə baxan deputatlarımız bu gün Azərbaycan xalqına zərbə vururlar. Xahiş olunur ki, oraya savadlı deputatlar seçəsiniz. Savadı ortalıqda qalan deputatların orada işi yoxdur. Azərbaycana mərd oğullar lazımdır. Bu gün Azərbaycan gələcəyini